Bugün görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin dünyaya göz açdığı gündür. 1908-ci ildə Bakının Dağlı məhəlləsində anadan olan Mikayıl Müşfiq Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub. Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş, poemiyadakı lirik növün aşkar janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O lirik epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb. Sovet İmperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq yenə obaq olaydı. Oxutar, sənə qurban, sənin gülüşlərin, ədəbiyyat nəğməsi, həyat sevgisi və digər şeirləri bugün də sevilərək oxunur. Onun şeirlərinə mahnılar bəstələnib. Ədəbi irsi çoxsaylı elmi tədqiqat əsərlərinin predmetinə çevrilib. Allah rəhmət eləsin.